Sən də hər şeyi ürəyinə salırsan, onda 2 enerjisinə sahib ola bilərsən. Bu videoda ayın 2-si, 11-i, 20-si və 29-u anadan olanlar haqqında danışacağıq. Enerjisi məlumatı idarə etmə, birləşmə, harmoniya və bərabərlik enerjisidir. Müsbət təzahürləri nələrdir? 2 enerjisinə sahib insanlar ətraf mühitdə harmoniya yaradırlar. Bu enerji onlara bir yerdən məlumat toplayıb, ona həqiqətən ehtiyacı olan insanla bölüşmək bacarığı verir. Onlar başqalarının fərqinə varmadığı şeyləri görə bilirlər. Sirli və qapalı təbiətlidirlər. Çox vaxt əsl xarakterlərini gizlədə və ətrafdakı insanlara özlərini olduğu kimi göstərməyə bilərlər. Əla diplomat olurlar. Münaqişələri asanlıqla həll edə və kəskin bucaqları yumşalda bilərlər. Kimləsə münaqişə vəziyyətində qalmaq onlar üçün çox çətindir. Buna görə çox zaman ilk addımı ataraq barışmağa çalışırlar. Ən rahat olduqları yer əməkdaşlıq və tərəfdaşlıq münasibətləridir. Təbiiliyi sevirlər. Evlərində çox vaxt bitkilər, heyvanlar görmək mümkündür. Onlar üçün kiməsə və ya nəyəsə qayğı göstərmək çox önəmlidir. Hissiyatlı, həssas və zərif insanlardırlar. 2 enerjisi daşıyan insanlar çox zaman açıq-aşkar liderlik etməz, amma səhnə arxası idarə edərək boz kardinal rolunu oynayarlar. Onlar hadisələri kənardan izləyərək situasiyaya nəzarət edirlər. Enerjinin mənfi təzahürləri isə aktivləşəndə bu insanlar dünyaya qarşı qəzəbli olurlar və qeybət yaymağa başlayırlar. Müsbət tərəfdə məlumatla kömək edənlər mənfi tərəfdə həmin məlumatdan istifadə edərək insanları bir-birinə qarşı qoya bilərlər. Dəqiq olmayan məlumat yayar, söz daşıyar, yalan danışarlar. İkiyüzlü və saxta görünə bilərlər. Həm özləri, həm də ətrafdakı insanlar onların nə istədiyini, nə hiss etdiyini anlamada çətinlik çəkir. Pessimist, tənbəl və qərarsız olurlar. Verdikləri sözlərə əməl etmirlər. Digər mənfi təzahür isə odur ki, topladıkları məlumatı paylaşmaq istəməzlər. Düşünərlər ki, bu bilik yalnız onlara məxsusdur və onu bölüşmək lazım deyil. Unutma ki, 2 enerjisi sakit gücün, empatiyanın və harmoniya axtarışının simvoludur. Əgər bu enerji ilə yaşayırsansa, iç səsini dinlə və münasibətlərin sənə verdiyi dərsləri dəyərləndir. Abunə olub bəyənib paylaşmağı unutma. Gələn videoda görüşənədək sevgi ilə qal.